Qədim Roma, Kolisey, Pizza, Venesiya qondolları, Da Vinci'nin dahiliyi və ya məşhur İtaliya sahilləri. Amma İtaliya sadəcə bunlardan ibarət deyil. Xəritədə çəkməni xatırladan quru parçasının içində bir ölkədən çox sanki kiçik bir qitə gizlənib. Şimalda buz kimi Alp dağları, mərkəzdə tarixin nəfəsi ilə yaşayan şəhərlər, cənubda isə möhtəşəm sahillər. Hər bölgəsi, hər şəhəri başqa bir dünyadır. Gəlin indi bu çəkmənin içində gizlənmiş İtaliyanı birlikdə kəşf edək. İtaliya Cənubi Avropada, Alplardan başlayaraq Aralıq dənizi sahillərinə qədər uzanan yarımada ölkəsidir. Aralıq dənizindən başqa sahillərini Tirren, Adriatik və İon dənizləri yuyur. Sahəsi 301.340 kvadrat kilometr, əhalisinin sayı isə 59 milyon nəfərdir. İqtisadi baxımdan sərbəst olan 20 regiona bölünüb və hər bir region özündə fərqli həyat tərzini birləşdirir. Bu səbəbdən İtaliya dünyada ən çox turist tərəfindən ziyarət edilən ölkələr arasında ilk 5-likdədir. İtaliyaya baxanda ilk gördüyün şey yalnız gözəllik olmur. Həm də min illərlə formalaşmış zəngin bir tarix var bu ölkədə. Roma imperiyasının qurduğu yollar, Koliseyin divarlarında qalmış izlər, Pompeyin külə dönmüş həyatı. Bunların hamısı İtaliyanı canlı muzeyə çevirir. İtaliyanı daha yaxından tanımağın ən yaxşı yolu onun şəhərlərinə baxmaqdır. Çünki bu ölkədə hər şəhər sanki öz qanunları, öz ritmi və öz xarakteri ilə yaşayır. Avropanın taleyini dəyişmiş Florensiyadan başlayaq. Florensiya sadəcə bir şəhər deyil, İtaliyanın mədəni ürəyi, Avropanın isə bir dövrünü yenidən formalaşdıran mərkəzidir. Burada doğulan hadisələr yalnız İtaliyaya yox, bütün Avropaya istiqamət verib. Bu şəhər Renesansın beşiği sayılır. Orta əsrlərin qaranlıq dövründən sonra Avropanı elmə, sənətə və düşüncəyə qaytaran yeniliklər məhz Florensiyada başladı. Leonardo da Vinci, Michelangelo, Botticelli kimi sənət dahilərinin addım izləri bu küçələrdə qalıb. Şəhərin Renesansın beşiği adlanmasının səbəbini anlamaq üçün Santa Maria del Fiore kafedralının qarşısında dayanmaq kifayətdir. Möhtəşəm kafedral təkcə şəhərin yox, bütün İtaliyanın ən dəyərli tarixi abidələrindən biridir. Onun nəhəng qırmızı qübbəsi Renesans dövrünün simvolu sayılır və şəhərin demək olar ki, hər nöqtəsindən görünür. Elə buna görə də Florensiyada hündür bina tikmək qadağandır. Şəhərdə əsrlərdir bu qaydaya sadiq qalınır. Heç bir tikili Santa Maria del Fiore kafedralının silüetini və qübbəsini kölgədə qoymamalıdır. Bu qərar Florensiyanın tarixi görüntüsünü qoruyur və şəhəri dünyanın ən gözəl açıq hava muzeylərindən birinə çevirir. Florensiyada sənəti bu qədər güclü hiss etməyin nəticəsi olaraq dünyada məşhur bir fenomen də yaranıb. Florensiya sindromu. Buna bəzən Stendhal sindromu da deyirlər. Bu sindrom bir insanın heykəllərin, rəsm əsərlərinin və tarixi abidələrin qarşısında həddindən artıq həyəcanlanması, ürək döyüntüsünün artması, hətta baş gicəllənməsi ilə xarakterizə olunur. Bu təsir ilk dəfə 19-cu əsrdə Florensiyaya gələn fransız yazıcı Stendhal tərəfindən təsvir olunub. O, Uffizi qalereyasında gördüyü sənət əsərlərinin ona fiziki olaraq təsir etdiyini yazmışdı. Bugün də yüzlərlə turist Florensiyada, xüsusilə Uffizi qalereyasında və Santa Maria del Fiore katedralı ətrafında bu hissi yaşadığını bildirir. Çünki şəhərin sənət və tarix enerjisi o qədər güclüdür ki, bəzən adi bir gəzinti belə insanın emosiyalarını üst-üstə yığır və nəticədə Florensiya sindromu adlanan bu vəziyyət ortaya çıxır. Florensiya həm də İtaliyanın siyasi tarixində böyük rol oynayıb. Məşhur Medici ailəsi burada hakimiyyətə sahib idi və onların himayəsi altında təkcə şəhər yox, bütün İtaliya mədəni və iqtisadi cəhətdən gücləndi. Bu ailənin Avropa saraylarına göndərdiyi siyasətçilər, bankçılar və mədəniyyət xadimləri qitənin siyasi xəritəsini belə dəyişdirirdi. Qısacası Florensiya həm İtaliyanın, həm də Avropanın tarixində dönüş nöqtəsi olan şəhərdir. Orta əsrlərin sükutundan çıxıb yenidən doğulan Avropanın açarı məhz buradır. İtaliyanın ürəyi Roma. Bu şəhər təkcə ölkənin paytaxtı deyil, həm də İtaliya tarixinin və mədəniyyətinin mərkəzidir. Roma imperiyasının əsrarəngiz izi, Kolisey, Panteon və Roma forumu kimi möhtəşəm abidələrlə doludur.
Coğrafi baxımdan Roma İtaliyanın orta hissəsində, şimal və cənub bölgələrinin tam ortasında yerləşir. Bu mövqe onu həm mədəni, həm də iqtisadi baxımdan strateji şəhər halına gətirib. Beləliklə Roma həm şimalın səliqəli və modern həyat tərzini, həm də cənubun isti və ənənəvi həyat tərzini bir araya gətirən körpü rolunu oynayır. İtaliyanın şimalı və cənubundakı həyat tərzi arasında ciddi fərqlər var. Şimal daha çox sənaye, biznes və texnologiya yönümlüdür. İnsanlar daha sürətli, planlı və səliqəlidir. Xidmət sektoru güclü və iqtisadi göstəricilər yüksəkdir. Cənub isə daha ailə yönümlü, ənənələrə bağlı bölgədir və burada həyat ritmi nisbətən yavaşdır. İnsanlar sosial münasibətlərə, qonaqpərvərliyə və yerli mədəniyyətə çox önəm verir. Roma bu fərqləri bir araya gətirərək həm tarixi zənginliyi, həm də müasir həyatı ilə İtaliyanın simvolik şəhəri kimi önə çıxır. Dünyanın yeni 7 möcüzəsindən biri olan Kolisey isə şəhərin daha çox turist tərəfindən ziyarət edilməsinə yol açır. Venesiya. Avropada bu qədər özünə məxsus ikinci bir şəhər tapmaq çətindir. İtaliyanın su üzərində qurulmuş möcüzəsi. Bu şəhər adaları, kanalları və qədim binaları ilə dünyada təkdir. Venesiya təkcə gözəlliyi ilə deyil, həm də tarixi ilə diqqət çəkir. Şəhər Adriatik dənizi sahilində 100-dən çox adadan ibarət bir laqunda yerləşir. Ən məşhur kanalı Böyük kanal şəhərin həyat damarına çevrilib. Burada gəzinti üçün ən klassik vasitə isə gondoladır. Romantik qayıq ilə kanal boyunca səyahət etmək Venesiyada edilə biləcək ən yaxşı fəaliyyətdir. Şəhərin ən önəmli simvolu isə müqəddəs Mark katedralıdır. Hər il milyonlarla insan bu meydanı ziyarət edir. İndi isə Venesiyanın ən rəngli və sirli tərəfi ilə tanış olaq. Venesiya Mask Festivalı, yəni Carnavale di Venezia. Bu festival hər il minlərlə turist və yerli insanı cəlb edir. Şəhərin kanalları, meydanları və küçələri rəngarəng maska və kostyumlar geyinən insanlarla dolur. Sanki insanlar tarixin bir parçasına çevrilir. Venesiya maskalarının tarixi isə 16-cı əsrə gedib çıxır. O dövrdə maskalar yalnız əyləncə üçün deyil, həm də sosial statusu gizlətmək və anonim qalmaq üçün istifadə olunurdu. Sadə və zəngin, gənc və yaşlı, hər kəs eyni maska arxasında eyni şəkildə görünə bilirdi. Bugünkü festival isə həm tarixi ənənəni, həm də yaradıcılığı bir araya gətirir. Burada maska yalnız geyim deyil, Venesiyanın sirli və romantik ruhunun simvoludur. Modanın paytaxtı Milan. İtaliyanın ən müasir, ən ritmik şəhərlərindən biridir. Moda evləri, alış-veriş küçələri, böyük biznes mərkəzləri. Amma bütün bu müasirliyin içində Duomo kimi möhtəşəm bir kilsə durur. Şəhərin simvolu və incisi. Neapol isə bəzilərinə görə İtaliyanın ən səs-küylü şəhəridir, amma ən dadlı mətbəxi də məhz buradadır. Neapol dünyanın ən məşhur pizzasının vətəni, eyni zamanda Vezuvi vulkanının kölgəsində yaşayan şəhərdir. İtaliya mətbəxi haqqında düşünəndə çoxları pizza və makarondan başqa bir şey təsəvvür etmir. Amma əslində bu ölkənin mətbəxi o qədər zəngindir ki, hər bölgənin öz dadı, öz tərzi, öz ənənəsi var. İtalyanlar üçün yemək sadəcə yemək deyil, həyat tərzidir. Dünyanın hər yerində pizza var, amma onun əsl dadı yalnız Neapolda hiss olunur. Buradakı pizza çox sadədir. Pomidor, mozzarella, reyhan. İtalyanlar deyir ki, əsl yeməyin gözəlliyi sadəlikdədir. Bir neçə maddə, amma mükəmməl balans. Hər bölgənin öz makaron resepti var. Siciliyada dəniz məhsullu, Toskanada daha ağır soslu, şimalda isə yağ və pendir əsaslı olur. İtalyan yeməkləri keyfiyyətli və təzə məhsullara əsaslanır. Elə buna görə də dünyanın ən məşhur restoran trendləri İtaliyadan çıxıb.
Ölkə üzüm və zeytun bağları ilə məşhurdur. Hər bağ əsrlərlə davam edən ənənələrin və zəhmətin hesabına ərsəyə gəlir. Toskana və Piemont bölgələri dünyanın ən məşhur üzüm bağlarına sahibdir. Siciliya və Puglia kimi bölgələr isə həm üzüm, həm də zeytun ağacları ilə məşhurdur. İtaliyada bağlarda tətbiq edilən bəzi texnikalar əsrlərdir ki, dəyişməyib. Məsələn, üzüm yığımında hələ də əl ilə seçmə üsulu tətbiq olunur ki, hər dənə tam yetişmiş olsun. Üzüm və zeytun bağları ölkə iqtisadiyyatına böyük təsir göstərir. İtaliya dünyanın ən böyük şərab istehsalçılarından biridir və zeytun yağı istehsalında da ilk sıralardadır. İqtisadiyyatdan danışmışkən İtaliyada əsas gəlir gətirən sahələr yalnız kənd təsərrüfatı ilə məhdudlaşmır. Şimali İtaliyada Avropanın ən inkişaf etmiş sənaye mərkəzləri yerləşir. Burada maşın qayırma, moda sənayesi və mebel istehsalı inkişaf edib. İtaliya hər il milyonlarla turist qəbul edir. Roma, Florensiya, Venesiya, Amalfi sahili və Siciliya kimi yerlər turizm gəlirlərinin əsasını təşkil edir. Bu sahə minlərlə iş yerinin açılmasına və ölkə gəlirlərinin artmasına təsir edir. Milan isə yalnız İtaliyanın deyil, dünyanın moda paytaxtlarından biridir. Burada fəaliyyət göstərən brendlər həm yerli, həm də beynəlxalq bazardan milyardlarla gəlir əldə edir. Ölkənin şimalında və cənubunda ciddi fərqlər olduğunu demişdim. Bu fərq özünü əhalinin sosial rifahında da göstərir. Şimalda maaşlar daha yüksək, cənubda isə şimala nisbətən daha aşağıdır. Bu, Şimali İtaliyanın daha çox texnoloji cəhətdən inkişaf etməsi, xidmət sektorunun güclü olması və sürətli şəhər həyatı ilə əlaqəlidir. Ümumilikdə isə bir İtalyanın ortalama maaşı təxminən 3000 avro təşkil edir. İtalyanların böyük hissəsi etnik İtalyanlardır. Şimal bölgələrində Alman, Fransız və Sloven mənşəli xalqlara rast gəlinir. Cənubda isə Alban və qədim Yunan izləri hələ də qalır. Dini baxımdan isə İtaliya əsasən Roma katolik ölkəsi kimi tanınır. Lakin burada müsəlman və hindu icmaları da mövcuddur. Son illər ölkənin demoqrafik problemləri daha aydın görünməyə başlayıb. Doğum nisbəti 1,18-ə düşüb. Bu isə Avropanın ən aşağı göstəricilərindən biridir. Nəticədə əhali tədricən azalır və ölkədə əhalinin yaşlanması sürətlənir. Artıq əhalinin böyük hissəsi 65 yaşdan yuxarıdır. Orta ömür müddəti isə 83 yaşdır. Bu vəziyyət gündəlik həyata da təsir edir. İtalyanlar üçün ailə bağları çox əhəmiyyətlidir. Xüsusən də cənub bölgələrində nəsillərarası bağlar daha güclüdür. Lakin iqtisadi çətinliklər səbəbindən bir çox gənc xaricə köçməyə üstünlük verir. Xüsusilə də daha yaxşı iş imkanları üçün. Çünki İtaliya hər nə qədər güclü iqtisadiyyata malik olsa da, əhalisinin həyat standartlarına görə Avropanın digər inkişaf etmiş ölkələrindən bir qədər geri qalır. İtalyanların xarakterindəki ən gözəl xüsusiyyət onların həyat sevgisidir. Bu xalq sanki həyatı dadmaq üçün yaranıb. Harada olursan ol, İtaliyada insanlar tələsmir. Hər şeyin dadını çıxarmağa çalışırlar. Söhbət etmək, ailə ilə vaxt keçirmək, uzun-uzadı nahar süfrələri. Bunlar İtalyanların gündəlik həyatının ayrılmaz hissəsidir. Emosional və açıq insanlardır. Hisslərini gizlətmirlər. İstər sevincli olsunlar, istərsə də kədərli və ya əsəbi. Bütün hisslərini açıq şəkildə göstərirlər. Əl hərəkətləri ilə danışmaq isə tamamilə milli xüsusiyyətdir. Onların söhbətini kənardan izlədikdə mübahisə etdiklərini düşünmək olar. Amma bu onların təbii danışıq tərzidir. Həyat tərzi olaraq İtalyanlar rahatlığı, yaxşı yeməyi və keyfiyyətli sosial həyatı sevirlər. Günə kofesiz başlamırlar. Yeməklərdə isə sadəliyi üstün tuturlar. Təzə məhsul, zeytun yağı, makaron və pendir. Onlar üçün yemək yalnız qida deyil, həyatdan zövq almağın bir yoludur. İtalyanlar həm də gözəl geyinməyi sevir. Bacarırsansa yaxşı görün. Bu onların yazılmamış qaydasıdır. Futbol isə İtaliya üçün milli ehtirasdır. Şəhərdən asılı olmayaraq hər kəs hansısa klubun fanatıdır. İtalyanların stressiz və pozitiv görünməsinin əsas səbəblərindən biri axşam saatlarında iş haqqında danışmağı sevməmələridir. İş və şəxsi həyat arasındakı balansı mükəmməl şəkildə qoruyurlar. İtalyanların pozitiv həyatında karnavallar da önəmli rol oynayır. Venesiyadan danışarkən Maska karnavalından söz etmişdim. Toskana bölgəsində isə Viareggio karnavalı keçirilir. Karnavalın əsas özəlliyi küçələr boyunca hərəkət edən nəhəng, rəngli və satirik fiqurlardır. Bu fiqurların hündürlüyü bəzən 20 metrə çatır.
və dünya siyasətindən məşhur insanlara qədər bir çox insanın yumoristik şəkildə heykəli hazırlanır. İtaliyanın ən çox görülmək istənilən ölkələrdən biri olduğunu demişdim. Bəs İtaliyada səyahət etməyin hansı üstünlükləri var? Birinci üstünlük şəhərlərarası məsafələrin çox qısa olmasıdır. İkincisi isə qatar sisteminin rahatlığıdır. İtaliyada ölkə daxili səyahəti üçün ən yaxşı vasitə qatarlardır. Sürətli qatarlar Roma-Milan yolunu təxminən 3 saata qət edir. Qatar stansiyaları mərkəzdə yerləşir, qiymətlər isə münasibdir. Bir tərəfdə Amalfi sahilləri, digər tərəfdə isə Dolomit dağları. İki fərqli təbiət, iki fərqli atmosfer, amma eyni ölkə. Mənzərələr o qədər müxtəlifdir ki, səyahət heç vaxt monoton olmur. Səmimi insanlar, canlı küçələr, dadlı yeməklər, tarixi binalar, təmiz sahillər. Elə buna görə də İtaliya hər il milyonlarla insanı özünə çəkir. İtaliyanın səyahət üçün bu qədər cazibədar olmasının başqa bir səbəbi də onun böyük yeddilik ölkələrindən biri olmasıdır. Bu, İtaliyanın həm iqtisadi, həm də siyasi baxımdan dünyanın ən güclü və ən nüfuzlu dövlətləri arasında yer alması deməkdir. Bu status ölkənin sabitliyini, təhlükəsizliyini göstərən ən vacib xüsusiyyətlərdəndir. Bəs bu turist üçün nə ifadə edir? Birincisi, ölkədə infrastruktur son dərəcə inkişaf edib. Yollar, qatar xətləri, hava limanları, şəhərlər arasındakı əlaqələr hamısı rahat və müasir səviyyədədir. İkincisi, xidmət sektoru çox yüksəkdir. Restoranlardan muzeylərə, mehmanxanalardan ictimai nəqliyyata qədər hər şey turistin rahatlığı üçün qurulub. Üçüncüsü isə İtaliya mədəni irsinin qorunmasına xüsusi diqqət ayıran ölkələrdəndir. Yüz illərlə yaşı olan binalar, qədim əsərlər və tarixi məkanlar dövlət səviyyəsində qorunur və xüsusi qayğı ilə saxlanılır. Bir sözlə, böyük yeddilik statusu İtaliyaya gələn hər bir turistə təhlükəsiz, rahat və yüksək səviyyəli səyahət vəd edir. Bu da İtaliyanı dünyanın ən çox seçilən və ən çox arzu edilən ölkələrindən birinə çevirən əsas səbəblərdən biridir. İtaliyanın bugün inkişaf etmiş ölkələr sırasına daxil olması təsadüfi deyil. Bunun kökləri çox dərinə, tarixin ən qədim dövrlərinə gedib çıxır. Bu torpaqlar min illər boyu Avropanın elm, sənət, ticarət və mədəniyyət mərkəzlərindən biri olub. Roma imperiyası dövründə İtaliya təkcə regionun yox, bütün dünyanın siyasi və iqtisadi ürəyi hesab olunurdu. Qanunlar, yol sistemləri, şəhər salma, tikinti texnikaları hamısı burada formalaşmışdı və bütün imperiyaya yayılmışdı. Orta əsrlərdə isə İtaliya şəhərləri Avropanın iqtisadi mühərrikinə çevrildi. Venesiya dəniz ticarəti ilə, Florensiya bankçılıqla, Geniya beynəlxalq limanları ilə tanındı. Hətta bugünkü müasir bank sisteminin əsas prinsipləri ilk dəfə məhz Florensiyada Medici ailəsi tərəfindən yaradılmışdı. Bu ticarət və maliyyə gücü əsrlər sonra ölkənin sənaye inkişafının təməlini qoydu. Renesans dövründə İtaliya elmin, sənətin və düşüncənin yenidən doğulduğu məkana çevrildi. Leonardo da Vinci, Michelangelo, Galileo kimi dahilər sadəcə mədəniyyət deyil, həm də texnologiya, mühəndislik və elmin inkişafına böyük təsir göstərdilər. Bu intellektual irs İtaliyanın gələcəkdə yüksək təhsil səviyyəsinə, güclü sənaye sahələrinə və texnoloji tərəqqiyə sahib olmasının əsas səbəblərindən biridir. 20-ci əsrdə isə ölkə güclü sənaye ölkəsinə çevrilərək avtomobil istehsalından dizayna, modadan gastronomiyaya qədər bir çox sahədə dünya liderləri sırasına daxil oldu. Bugün İtaliya həm Avropa İttifaqının aparıcı ölkələrindən biri, həm də dünyanın ən inkişaf etmiş dövlətləri siyahısında yer alan sabit bir iqtisadiyyatdır. Yəni İtaliyanın inkişaf etmiş ölkə olması bir günün işi deyil. Bu, min illər boyunca formalaşan mədəniyyət, ticarət, elm və sənaye təcrübəsinin təbii nəticəsidir. Bu zəngin irs də ölkəni turistlər üçün daha cəlbedici, daha möhtəşəm və daha dəyərli edir. Bəs İtaliyanın mənfi yönləri hansılardır? İlk öncə iqtisadi məsələlərdən danışaq. İtaliyanın dövlət borcu çox yüksəkdir və bu, bəzən iqtisadi sabitliyə təsir edə bilir. İqtisadi artım da yetərincə sürətli deyil. Xüsusilə gənclər arasında işsizlik hələ də böyük problem olaraq qalır. Bu səbəbdən bir çox gənc İtalyan daha yaxşı iş imkanları üçün xaricə köçmək istəyir. Korrupsiya və təşkilatlanmış cinayət də problemli sahələrdəndir.
Həmçinin turist sıxlığı çox yüksək olan şəhərlərdə kiçik oğurluqlar diqqətli olmağı tələb edir. İtaliya həmçinin seismik aktivliyi olan ölkədir. Ölkənin şimalında zəlzələ riski hər zaman var. Siciliyada isə Etna kimi aktiv vulkanlar mövcuddur. Bu həm yerli sakinlər, həm də turistlər üçün təhlükə yaradır. Yəni İtaliya möhtəşəm ölkə olsa da, burada yaşayarkən və səyahət edərkən bəzi çətinlikləri də nəzərə almaq lazımdır. Amma bu problemlər ölkənin cazibəsini azaltmır. İtaliya dünyanın ən rəngarəng ölkələrindən biri olaraq qalır.